Çevrəsinin uzunluğu 12 pi olan dairənin sahəsini tapın. Çevrəsinin uzunluğu deyilsə, yəni çevrənin uzunluğu L bərabərdir 2 pi R düsturu ilə hesablanırdı. Onda 2 pi R'i bərabər eləyirik 12 pi'yə. İxtisar gedir pi'lər. 12-də 2'yə böləndə 6. R bərabərdir 6'ya. Yəni çevrənin radiusu 6 imiş. İndi dairənin sahəsini tapaq. Dairənin sahəsi S bərabərdir pi R kvadratı. O da bərabərdir pi vurulsun. R'in qiymətini 6 tapmışıq. 6'nın kvadratı. 6'nın kvadratı eləyir 36 pi. Yəni cavab 36 pi.